Bu Nikos Safronov'du. İstedadlı olmasını öne çıkaran bir rəssam. O geyimi, saç düzümü, özünü aparma qabiliyyəti ilə qabaqcıl rəssam olmasını ətrafdakılara sübut edir. Onun artıq yaşı 70'i keçib, amma deyir ki, qəlbən özünü 40 yaşlı kişi kimi hiss edir. Rəssam deyir, Vilnius'ta universitetin dizayn fakültəsinin 3-cü kursunda oxuyan zaman yuxuda gördüm ki, mən rəssamam. Divarlarda əsərlərim asılıb. Mən onlara baxaraq gəzişirəm. Yanımda qoca bir baba var. Tablolarıma baxıb sərflərimi mənə başa salır. Mən isə onunla razılaşmıram. Sonra qoca babadan bir məsləhət almaq istədim. Çevriləndə gördüm ki, o göylərə qalxır. Onda anladım ki, bu qoca baba Leonardo da Vinci'dir. Onu səslədim, lakin o mənə cavab vermədi, gözdən itdi. Yuxudan oyandıqdan sonra anladım ki, mən rəssam olacağam. Nikos Safronov zənginlərin, siyasətçilərin, tanınmış şəxsiyyətlərin rəssamıdır. Onun özünə məxsus tərzi var. Bu tərzlə o, Prezident Putini, Avropa zədəganına, müğənni Kirkorovu şəhzadəyə, müğənni Madonnanı rahibə kimi təsvir edə bilir. Nikos Safronovun bir tablosunun qiyməti Moskva şəhərində olan bir mənzilə bərabərdir.